Salam, heç fikirləşmisiniz? Bu qədər çox, yəni minlərlə illik bəşər tarixini necə olur ki, biz səliqəli bir şəkildə anlaya bilirik? Elə bir xəritəyə baxırıq. Bax, bugün biz məhz o xəritəni çəkmək üçün istifadə edilən o sadə, amma çox güclü alətləri birlikdə kəşf edəcəyik. Bax, bütün məsələ də elə bundadır. Düşünün bir, müharibələr, ixtiralar, nəhəng imperiyaların yaranması, sonra da süqutu. Yəni, bütün bu hadisələr selinin içində yolu itirməmək, azmama olar? Əlbəttə olar. Gəlin birlikdə baxaq görək tarixçilər bu ilk baxışdan xaosa bənzəyən mənzərəyə necə nizam-intizam gətirirlər. Cavab elə tarix elminin özündədir. Yəni, tarix sadəcə keçmişdən nağıllar, hekayələr toplusu deyil, əsla. O, keçmişin pərdə arxasını anlamaq üçün qurulmuş dəqiq bir sistemdir. Bilirsiniz, əsas məsələ təkcə nəyin baş verdiyini bilmək deyil. Əsas odur ki, niyə baş verdiyini anlayaq. Məhz bu zehirli niyə sualı var ha, bax o tarixi əsl elmə çevirir. Yaxşı, bugünkü yol xəritəmiz necə olacaq? Çox sadədir. Birinci, keçmişi bir elm kimi tanıyaq. Sonra zamanı ölçməyin qaydalarına baxacağıq. Üçüncü, o məşhur bizim era və ondan əvvəl məsələsinə birdəfəlik aydınlıq gətirəcəyik. Dördüncü, sizə illəri əsrlərə çevirməyin super asan bir yolunu göstərəcəm. Və nəhayət, bütün bunların hamısı birləşib necə güclü bir düşüncə tərzi, yəni tarixi düşüncə bacarığı formalaşdırır, onu görəcəyik. Hazırsınız? Başlayaq. Elə isə gəlin ilk addımımızı ataq. Bilirsiniz, hər yaxşı hekayənin bir başlanğıcı olur, elə deyilmi? Tarixi anlamağın da bir başlanğıc nöqtəsi var və bu fundamental nöqtənin adı xronologiyadır. Xronologiya, təsəvvür edin ki, əlinizdə minlərlə hissədən ibarət bir puzzle var. Hissələri qarışıq, üst-üstə töksək, oradan bir şey anlamaq olar? Əlbəttə yox. Amma onları düzgün sırayla yerləşdirməyə başlayanda ümumi mənzərə yavaş-yavaş üzə çıxır. Bax, xronologiyada budur. Hadisələri sıraya düzən kimi, onların bir-birinə necə toxunduğunu, necə böyük bir səbəb-nəticə zənciri yaratdığını aydınca görməyə başlayırıq. Zamanı ölçmək üçün isə bizim alətlərimiz var. İl, 10 illik, əsr və minillik. Bunu, məsələn, bir xəritədəki miqyası dəyişmək kimi düşünün. Bəzən yaxınlaşıb bir insanın həyatına illər miqyasında baxırıq, bəzən isə uzaqlaşıb bütöv bir sivilizasiyanın minillik hekayəsini görmək üçün minilliklərə, əsrlərə ehtiyac duyuruq. Yaxşı, bu ölçü vahidlərini anladıq. İndi gəlin, bütün bunları bir araya gətirən o əsas, o fundamental alətə keçək. Yəni, bütün tarixin onurğa sütununa, zaman oxuna və onun o kritik, hər şeyi dəyişən mərkəz nöqtəsinə. Baxın, bu da bizim zaman oxumuz. İlk baxışdan sadə bir xəttə bənzəyir, elə deyilmi? Amma aldanmayın, bu bəlkə də tarixin ən güclü alətidir. Bunu həm keçmişin bir xəritəsi kimi düşünə bilərsiniz, həm də hadisələr arasındakı məsafəni ölçən dəqiq bir xəttkeş kimi. Və hər xəttkeşin bir sıfır nöqtəsi olduğu kimi, bu tarixi xəttkeşində bir başlanğıc nöqtəsi var. Biz buna era deyirik. Yadda saxlayın, bütün tarixlər məhz bu nöqtədən, bu sıfırdan hesablanır. Hə, indi gəldik ən maraqlı və etiraf edək ki, bəzən ən çox çaşdıran məqama. Zaman oxu sanki bir güzgüyə bənzəyir. Güzgünün bir tərəfi var, bizim eramız. Burada hər şey sadədir. İllər irəliyə doğru sayılır. Yəni, 2000-ci il 2024-dən əvvəldir. Bu aydındır. Amma güzgünün o biri tərəfində, yəni eramızdan əvvəl, hər şey sanki tərsinə işləyir. İllər başlanğıc nöqtəsindən geriyə doğru sayılır. Yəni, eramızdan əvvəl 300-cü il, eramızdan əvvəl 100-cü ildən daha əvvəldir, daha qədimdir. Bax, bu sadə qaydanı anlamaq bütün qədim tarixin qapısını açan bir açardır, bunu unutmayın. Yaxşı, bütün bu nəzəriyyə əladır. Bəs praktikada vəziyyət necədir? Gəlin indi sizinlə çox praktik bir şey öyrənək. Hər hansı bir ili cəmi bir neçə saniyəyə hansı əsr aid olduğunu tapmağın asan yolunu. Bəli, bilirəm, bu sual çox vaxt adamı biraz düşündürür. Məsələn, 1789-cu il neçənci əsrdir? 18-ci, 17-ci, amma inanın ki, cavabı o qədər sadədir ki, gəlin sizə bu sirri açım, saniyələr içində istənilən ili əsrə çevirə biləcəksiniz. Baxın, qayda necə də sadədir. Deyək ki, ilimiz 1991-dir. İlk iki rəqəmi, yəni 19-u götürürük və onun üstünə sadəcə 1 gəlirik. 19 üstəgəl 1 edir 20. Vəssalam, 1991-ci il 20-ci əsrdir. Məsələn, 1453-cü il 14-ü götürürük, üstünə 1 gəlirik, olur 15-ci əsr.
Bu kiçik riyazi hiylə tarixi mətnləri oxuyanda sizə inanılmaz dərəcədə vaxt qazandıracaq. Yaxşı, rəqəmlər, qaydalar hamısı öz yerində. Amma gəlin əsas məsələyə qayıdaq. Bütün bunların arxasında duran məqsəd nədir? Məqsəd sadəcə tarixləri əzbərləmək deyil, əsla. Məqsəd beynimizdə tamamilə yeni bir düşünmə tərzi, çox güclü bir analitik bacarıq formalaşdırmaqdır. Bütün bu öyrəndiklərimiz bizi bir hədəfə doğru aparır və o hədəfin adı xronoloji təfəkkürdür. Bu nə deməkdir? Bu, keçmişə sadəcə dağınıq hadisələr toplusu kimi yox, bir-birinə bağlı, bir-birindən doğan hadisələr zənciri kimi baxmaq bacarığıdır. Sanki domino daşları kimi. Biri o birini aşırır və bütün tarix beləcə hərəkətə gəlir. Aynən belə, hadisələri sıraya düzən kimi biz o sehirli səbəb-nəticə əlaqələrini qurmağa başlayırıq. Məsələn, niyə Roma imperiyası süqut etdi və bu orta əsrlərə necə təkan verdi və ya sənaye inqilabı bugün yaşadığımız dünyanı necə formalaşdırdı? Bax bu sualların cavabını tapmaq, tarixi anlamağın əsl mahiyyəti elə budur. Və sonda gəlin ən vacib suala qayıdaq. Bütün bunları niyə öyrənirik? Yəni, məqsəd sadəcə keçmişi bilməkdir, yoxsa keçmişdəki o səbəb-nəticə zəncirlərini, o qanuna uyğunluqları anlamaqla elə bugünümüzü daha aydın görüb, gələcəyimiz üçün daha doğru, daha müdrik qərarlar verə bilərik? Bəlkə də tarixin bizə verdiyi ən böyük dərs elə bu sualın cavabındadır. Sizcə necə? Bu barədə düşünməyə həqiqətən dəyər.